İndi isə tapşırıq 4-ə baxırıq. Burada bizə deyir ki, baş miqyas verilibdir. Baş miqyasımız 1 bölünsün 100 milyon olan dünya xəritəsində 30 şimal enliyi və 60 şimal enliyi arasında meridian üzrə məsafə 4 metrdir. Xəritənin bu hissəsi üçün həm xüsusi miqyas tapın deyir, həm də baş miqyasla bunu müqayisə edin deyir. Gəlin bunun indi burada biz koordinat şəklində qeyd eləyək. İlk öncə koordinatımızı qeyd eləyək. Koordinatı kənarda çəkirəm. 60 şimal enliyi ilə 30 şimal enliyini qeyd eləyək. Aha. Bunların arasındakı dərəcə fərqini tapmalıyam. Eyni yarım kürədə olanda çıxırıq. Bunu bayaqlarda qeyd elədik. 60-dan çıxıram 30-u eləyir 30 dərəcə. Və. Bunlar eyni meridian xəttinin üzərindədir. Bunu da ilk öncə qeyd eləməliyik ki, hər hansı bir meridiandır. Yəni, eyni meridian üzərində məsafəni tap deyir. Bu, eyni meridian üzərində məsafəni tapmaq üçün biz ilk öncə bilməliyik ki, hər bir meridian çevrəsinin uzunluğunda 1 dərəcəlik qövsün uzunluğu 111,1 kilometrdir. Yuvarlaq olaraq biz bunu 111 deyirik. Yəni, 1 dərəcəm ikinci etaba baxaq. 1 dərəcəm 111 kilometrdirsə, 30 dərəcəm isə olacaq 3330 kilometr. Bu mənim məsafəm. Sonra isə bizə deyir ki, xəritənin bu hissəsi üçün xüsusi miqyası tapın. Yəni, xəritənin bu hissəsi üçün xüsusi miqyası tapmaq üçün bayaqları elədiyimiz kimi xüsusi miqyas tapanda həqiqi məsafəni bölürəm xəritə üzərində verilən məsafəyə. Xəritədəki məsafəyə. Bu, xüsusi deməkdir. Qarışdırmayaq, xüsusi. Bu isə xəritə deməkdir. Bərabər eləyirik. Həqiqi məsafəm 3330-dur. Bölürəm bunu. Məsafəni vermişdir 4 cm. Hesablayaq bunu da. Hı -hı. 3330 bölünsün 4-ə. Eləyir. 832,5. Onu da 100 minə vursaq, arxasına 4 dənə 0 əlavə eləsək, 83 milyon 250 min eləyəcək. 83 milyon 250 min eləyəcək. Bu qədər. Deməli, mənim xüsusi miqyasım budur. Baş miqyasla müqayisə eləyən deyəndə, baş miqyasımız gördüyümüz kimi 100 milyondur. 100 milyon daha kiçik miqyaslıdır. Bizə verilən bu xüsusi miqyas isə xəritənin miqyasına əsasən nisbətən ondan böyük miqyaslıdır.